Neftçi İdman Klubu ilə əlaqədar çox vacib bir xəbər aldıq və onu sizdən bölüşürəm. Klubun idarə etmə aparatının rəhbəri Sadıq Sadıxov öz vəzifəsindən azad edilib və klubun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib. Sadıq Sadıxovu Azərbaycan idmanında çox yaxşı tanıyırlar. Vaxtilə Neftçi Futbol Klubunun prezidenti olub və 3 il dalbadal Azərbaycan çempionu qazanıb həmin vaxtı komanda. Onunla yanaşı Neftçi Azərbaycan futbol tarixində ilk dəfə Avropa kuboklarında qrup mərhələsinə çıxıb və əlavə olaraq Sadıq Sadıxov cüdoda işləyib, Milli Federasiyanın vitse-prezidenti olub və son illər Neftçi İdman Klubunun rəhbəri idi. İndi Sadıq Sadıxov biraz başqa vəzifədə olacaq və onu klubda yeni vəzifə təşkil olunub. İdarə edici menecer və o vəzifəni Fərəc Əliyev təyin olunub. Fərəc Əliyevi yəqin ki, futbol aləmində yaxşı tanıyırlar. Bakının Inter və Səbail klublarında işləyib. Bu əvəz etmələr, bu dəyişikliklər bilmirəm nə ilə əlaqəlidir, amma yəqin ki, klubun rəhbərləri idman klubunu daha da müasirləşdirmək, daha da qabaqcıl komandalar arasını çıxarmaq istəyirlər və yəqin ki, yaxşı planları var. Onlara uğurlar.